Qarabağ artıq yeni bir mərhələyə qədəm qoyur. Regionda həyatın real ritmi daha aydın hiss olunmağa başlayıb. Yeni tikilən evlərə köçkülər davam edir, təsərrüfat sahələri istifadəyə verilir, iqtisadi fəaliyyət isə genişlənir. Bu gün Qarabağ təkcə tikinti meydançası deyil, bura həyat qayıdıb, artıq evlərdə işıq yanır. İnsanlar öz doğma torpaqlarında yenidən məskunlaşırlar. Son aylarda görülən işlər göstərir ki, region bərpa mərhələsindən davamlı inkişaf və yaşayış dövrünə keçməkdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə reallaşır. İlk gündən etibarən ölkə başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri, aparılan tikinti quruculuq işləri ilə tanışlığı və doğma yurdlarına qayıdan sakinlərlə görüşləri bunun bariz nümunəsidir. Prezident Cənab Ali Baş Komandan Şəhər Əməliyyatlar Təlim Mərkəzi təməl qoyulma tədbirinə hazırdır. Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov. Bərpa olunan Qarabağ müasir infrastruktur, yeni evlər və köç edən sakinlər. Bir-birini tamamlayan bütün bu proseslərlə yanaşı Qarabağa qayıdan şəxslərin məşğulluq məsələsi də Prezident İlham Əliyevin daim diqqətindədir. Qərdədə nə ilə məşğul idiniz? Müəllim işləyirdim. Müəllim. Orta məktəb. Burada da yəqin ki, müəllim. İnşallah var, inşallah. Məktəb var. Məktəb var, cənab. Artıq mən dünən müəllimlə Əmrullah ilə danışdım. Qısa müddətdə burada məktəb açıldı, bərpa olacaq. Özdə bunların kəndində təqribən 17 dənə müəllim elə bura köçür. Həmin məktəbdə. Dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri artıq mütəmadi hal alıb. Prezident İlham Əliyevin bu ilin fevral ayında Xocavəndə səfəri də bu qəbildəndir. Digər işğaldan azad olunan ərazilər kimi Xocavəndə yeni həyat nəfəs qayıdır. Burada 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55 artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Hoş geldiniz. Hanım ne güzel. Şeref, ne güzel şeref. Allah sizi de saklasın. Sizin sayenizde öz torpaqlarımıza qayıtmışıq. Minnəttar. Təbrik edirəm. Köç prosesi çox sürətlə davam edir və yəni yanvar ayından indiyə qədər 3000-dən çox soydaşımız artıq məskunlaşma prosesi həyata keçirilib və bütövlükdə biz ilin əvvəlindən görülən işləri bir dəyərləndirsək və 2026-cı ildə 4 milyard manat deməli vəsaitin bütün bu layihələrin həyata keçirilməsi üçün yönəldilməsində biz nəzər alsaq, deməli orada evlərin tikilməsi, infrastrukturların bərpa olunması və məşğulluğun təmin olunması üçün önəmli işlərin görülməsi davam edəcək. Azad olunmuş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib. 80 mindən çox insan bu ərazilərdə yaşayır. Qarabağda həyat artıq sadəcə bərpa olunmur, burada yeni bir gələcək qurulur. Atılan hər addım, qayıdan hər ailə, yanan hər işıq bu torpaqların yenidən dirçəlişinin göstəricisidir. Həyata keçirilən işlər isə bir daha sübut edir ki, Qarabağ yaxın illərdə regionun ən müasir və dinamik inkişaf edən məkanlarından birinə çevriləcək.